İndi siz müxtəlif əsərlərdən götürülmüş deyimlər və onların mənalarını öyrənəcəksiniz. Bu cür deyimlərdən siz öz essələrinizdə, danışığınızda, eləcə də müzakirələr zamanı istifadə edə bilərsiniz. Birinci izah edəcəyim deyim, truth will out ifadəsi William Shakespeare'in əsərindən gəlir. Əsər The Merchant of Venice, yəni Venesiya taciri adlanır. Əsərdə olduğu kimi truth will out ifadəsi həqiqətin gizli qala bilməyəcəyini, gec-tez üzə çıxacağını vurğulamaq üçün istifadə olunur. Azərbaycan dilində də bu ifadələri tez-tez istifadə edirik. Həqiqət gec-tez üzə çıxır və yaxud da ki, doğru söz öz yerini tapır. İkinci izah edəcəyim deyim, there is nothing either good or bad, but thinking makes it so. İkinci deyim isə Hamlet əsərindən, Shakespeare'in Hamlet əsərindən götürülüb. Nothing either good or bad, yəni heç bir şey öz-özlüyündə yaxşı və ya pis deyil. Thinking makes it so. Onu elə edən bizim düşüncədir. Yəni, hadisələrin mənası obyektiv deyil. Bizim onlara verdiyimiz qiymətə görə, dəyərə görə yaxşı və ya pis olur. Üçüncü deyim isə facts do not cease to exist because they are ignored kimi səslənir. Bu üstad Aldous Huxley tərəfindən deyilmişdir. Mənası facts, yəni faktlar, sübut olunmuş həqiqətlər, do not cease, yəni itmir, to exist mövcudluq. Yəni mövcudluğunu itirmir, faktlar mövcudluğunu itirmir. Because they are ignored, yəni onlara məhəl qoyulmadığı üçün. Sadə dillə desək, faktlara biz inansaq da, həqiqətlərə inansaq da, inanmasaq da, onları görməməzlikdən gəlsək belə, onlar yox olmurlar. Həqiqət həqiqətdir. Yəni, həqiqət güclüdür.